Salam, hər vaxtınız xeyir olsun dəyərli həmvətənlər. Bir neçə gün öncə Sabirabad rayon mərkəzi xəstəxanasında cəryan edən ciddi qanun pozuntuları ilə bağlı çoxsaylı vətəndaş şikayətləri əsasında aidiyyatı orqanlar tərəfindən dərin yoxlama və araşdırmalar aparıldığı haqda məlumat paylaşmışdım. İndi həmən araşdırmalar məşhur xəstəxanada nə üçün və niyə aparılır, nə baş verir, onu diqqətinizə çatdırmağa çalışacağım. Deməli, verilən məlumatlara görə yoxlamaların səbəbi dövlətin səhiyyə sahəsində apardığı siyasətə şəxsi maraqları səbəbindən kölgə salan, insanların isə sağlamlığı üçün nəzərdə tutulan pul vəsaitlərini müxtəlif yollarla mənimsəyən, eyni zamanda da xəstə insanlara zülm edib, məşəqqətlər yaşadan Sabirabad rayon mərkəzi xəstəxanası rəhbərliyinin qanunsuz və yaramaz iş fəaliyyətləri ilə əlaqədarmış. Birinci səbəb tibb müəssisəni və onun nəzdində fəaliyyət göstərən həkim məntəqələrini istismara yararlı vəziyyətdə saxlanılmaq üçün alınması zəruri olan avadanlıq və mal materiallarla, eləcə də təmizlik və gigiyenik vasitələri ilə tam təmin etmədən saxta və şişirdilmiş satın almalarla bağlı saxta sənədləşmələrin aparılmasıymış. İkinci səbəb xəstələrə məxsus dərman və digər tibbi vasitələrin, eləcə də qida və ərzaq məhsullarının satılması imiş. Üçüncü səbəb müəssisə tabeliyində fəaliyyət göstərən həkim və tibb məntəqələrinə soyuq aylarda verilməsi nəzərdə tutulan yanacaqları, eləcə də təmizlik və gigiyenik vasitələrini vermədən vermiş kimi qol çəkdirib satılması imiş. Dördüncü səbəb əlillik təyinatları ilə bağlı meyarlara uyğun olan xəstələri incidib süründürmək, meyarlara qismən və ümumiyyətlə uyğun olmayanlara isə rüşvət qarşılığında və əyri yolla saxta əlillik təyinatlarına köməkliyin edilməsi imiş. Beşinci səbəb Həmkarlar İttifaqının hesabına yığılan pulların təyinatı üzrə xərclənməməsi və mənimsənilməsi, eləcə də işçilərə məxsus sanatoriya və istirahət putyovkalarının satılması imiş. Altıncı ən vacib səbəb isə xəstələrin ən yaralı yeri olan həkim-xəstə münasibətindəki ciddi qanun pozuntuları və həkim vicdansızlığı ilə bağlı imiş. Belə ki, sığorta ilə tibbi xidmət almaq istəyən xəstələrə çox etinasız və səhlənkar yanaşıldığı, qanunsuz ödənişlər tələb olunduğu və bu qanunsuz ödənişlərdən imtina edən xəstələrə isə çox qobud davranıb incidirlərmiş və hətta məhvə sürükləyirlərmiş. İndi adı gedən xəstəxana ilə bağlı şikayətçi olan zavallı xəstələr ümid edirlər ki, yəqin ki, bu yoxlamalar şəffaf və obyektiv aparılacaq, işlərində ciddi nöqsanlara yol vermiş günahkarlar müəyyən edilərək layiqli cəzalarını alacaqlar və bundan sonra bu xəstəxanaya müraciət edəndə özlərini quldurxanada yox, xəstəxanada hiss edəcəklər.